rahmetullahi ve berekatuhu. Aziz kardeşlerim, bugünkü dersimiz Ahkamur Ra'i. Ra harfinin hükümleridir. Ra harfinin 3 halı vardır. Birincisi, tufakhamu ar-ra'u fi 8 halat. Tufakham yani tefkhim bizim dilimizde ve manası ise büyütmek, şiddetini artırmak manalarındadır. Tefkhim sözü. Yani kalın okumak. Ve ikinci halı ise ve turaqqaqu fi 4 halat. Deməli, tərqiq isə bizim Azərbaycan dilində, lüğətimizdə deyək, yumşaltmaq, incəltmək mənalarında işlədilir. Və turaqqaqu fi 4 halat. Və 4 halda isə ra hərfi incə oxunur. Və 8 halda isə qardaşlarım, yuxarı dediyim kimi qalın oxunur. Və yecuzu el-vechani fi halateyn. Və 2 halda isə həm incə oxuna bilər kəlimə, həm də qalın oxuna bilər. İkinci qaydası olan halatu tefkhimir ra'i. Ra hərfinin qalın oxunma halları. Birinci dediğimiz kimi 8 dənə halı görürsünüz burada vardır. Birincisi İza kânetir ra'u meftuhaten. Nəhvu Ramazan. Görürsünüz ra hərfi fəthəli gələrsə. Gördünüz mü? Birinci hal nədir qardaşlarım? Ra hərfi fəthəli gələrsə kəlmədə. Ra, Ramazan. İkinci halı isə İza kânet sâkineten ve qablaha meftuhun. Məsələn, Məryəmu. Məryəm olmaz. Qalın. Məryəmu. Yəni ra hərfi özü sükunlu olub, özündən əvvəlki hərf fəthəli gələrsə. Burada görürsünüz, ra sükunludur. Ra'dan da öncə gələn hərf nədir? Fəthəlidir əziz qardaşlarım. Üçüncü halı isə İza kânetir ra'u ve qablaha sakinun gayru ya'in ve qablahu meftuhun. Vel asr kəlməsi. Yəni üçüncüsü isə nədir? Ra hərfi sükunlu gələrsə və özündən əvvəlki hərf, ya hərfindən başqa hər hansı bir hərf sükunlu olarsa və həmin hərfdən əvvəlki hərf fəthəli olarsa. Burada gördüyünüz kimi ra sükunlu, ra'dan öncəki də sükunludur. Yəni ya'dən başqa hər hansı bir hərf. Görürsünüz, ra sükunlu, ra'dan öncəki sükunlu, ondan öncəki isə fəthəli gələrsə. Yəni qalın oxunacaqdır. Vel asr. Dördüncü halı isə İza kânetir ra'u madmumeten. Keferu kəlməsi. Məsələn, ra hərfi dammalı gələrsə və ya dammalı olarsa. Görürsünüz burada ra hərfi kəlmədə dammalı, özü dammalı gələrsə. Keferu, ru yox. Keferu. Keferu. Beşinci halı isə qardaşlarım, İza kânet sakineten ve qablaha madmumun. Yəni ra özü sükunlu olub, özündən əvvəlki hərf dammalı gələrsə. Ra hərfi göz Qur'an kəlməsində, Əl-Qur'an kəlməsində ra hərfi sükunludur. Özündən öncə gələn hərf isə qaf hərfi dammalıdır. Bu halda da nədir? Qalın oxunacaqdır. Əl-Qur'an. Əl-Qur'an olmaz. Necə oxuyacağıq? Qalın oxuyacaq. Əl-Qur'an. Sonra buradakı həmzəni də an olmaz. Əl-Qur'an. Yumşaq. Altıncı halı isə
إذا كانت الراء وقبلها ساكن وقبله مضموم. Xusr kəlməsi, məsələn. Yəni, ra hərfi sükunlu gələrsə, göz sükunludur və özündən əvvəlki hərf də sükunlu olarsa, məsələn, sin hərfi görürsünüz, burada sükunludur və ondan əvvəlki hərf dammalı gələrsə, yəni görürsünüz, xa hərfi də burada dammalıdır. Damma yəni u, xusr, yəni xussir olmaz, xusr, yəni ra qalın oxunacaqdır bu halda da qardaşlarım. 7-ci halı isə qardaşlarım, İzə kânətir ra'u sakinatan və qablaha kəsratun aridatun melfuzatun aw muqaddaratun. Yəni ra hərfi sükunlu olarsa, üstü sükunludur. Özündən əvvəlki hərf həmzətul vasl olarsa, yəni əsli olmazsa və onlardan əvvəlki hərf kəsrə ilə bitərsə, bu kəsrə istər ləfzi olsun, istər təqdirdə olsun. Görürsünüz buradakı kəlməni, ra hərfi sükunludur. Özündən gələn, öncə gələn hərf isə nədir qardaşlarım? Əlif-il vasıldır. Yəni bu, belə deyək də, iki kəlməni birləşdirmək üçün olan əlifdir. Yəni bu yazılır, ancaq oxunmur. Burada eyni cür. Oxunuşu İrci'u İrci'u Ellezî irtedâ lehum Ellezî irtedâ lehum. Axırıncı halı isə 8-ci haldır. İzə kânetir ra'u sakinetun إذا كانت الراء ساكنة وقبلها مكسور وبعدها حرف الاستعلاء غير مكسور في كلمة نفسها. Yani bir kelimede olarsa değil. Yani ra hərfi sükunlu olub, özündən əvvəlki hərf kəsrəli olarsa və ra'dan sonra isti'lə, yəni qalın hərflərdən biri kəsrəsiz gələrsə, yəni qalın hərflər mütləq nə olmalıdır? Kəsrəsiz olmalıdır. Buradakı kimi misallar getirdiyimiz kimi və ya misal necə lövhədə göstərildiyi kimi qardaşlar və irsadə irtasin firqatin və ya firqah. Yəni bu hallarda da nədir qardaşlarım? Göz ra hərfi sükunlu, özündən sonra gələn isti'lə, yəni qalın hərflərdəndir və fəthəli olması mütləqdir. Göz burada tam nədir? Qalın hərflərdəndir və fəthəlidir. Burada da eyni cür. Qaf hərfi fəthəlidir və ra da sükunludur. Firqatin Qirtas. Yaxşı mı qardaşlar?